Şitillər almışam. Baxın dostlar. Hələ ki azaldım. 5-5. Çünki həm baha idi indi belə. 40 qəpikdən almışam bir dənəsini. Həm də ki, yəni birazdan əsas alacağım. Havanı bilmək olmaz. Yəni bir yerdə var idi də basmoyda. O birisilərdə yox idi. Baxın 5'im bir reyhan aldım. 3'ü kırmızı, 3'ü yaşıl çaha aldım. Şeydə payızda axtaram, tapmıram. İndi tapdım. İlk dəfədir, yəni belə köklü şahı tapmışam. Mən neçə ildir Bakıda yaşayıram. 5 xiyar, 5 acı biber, 5 də badımcan. Pomidor hələ almamışam. Çünki baxın, hələ pomidorun yerini düzəltməmişəm. Buranı sökəcəm, bunun vaxtı keçsin. Buradan, orada öz-özünə baxın, nədir o? Türklərin marulu, yəni şahının başqa növüdür. Öz-özünə bitib orada. Çox qəşəng. İlk dəfədir görürəm. Onu toxumluğa saxlayıram. Bura tamamilə ləvq olsun. Ondan sonra bura reyhan alıb əkəcəm ayın axırına. Belə, əkinlərimizə başlayaq. İştillərimi əkib, hələ 10-10 alacam ayın axırına. Əsasları onu da əkəcəm. Yəni, hələ ki bunlar alıram. Həmişə tez alıram mən. Yəni, həmişə qəribə danışdım. Tez alıram mən. Çox da qəşəng effekt olur. Qızıl gülüm nə gözəl yarpaqlayıb. Amma, haycan. Buradan əkərəm. Buradan xiyar əkəcəm, xiyarları. Amma bu səfər necə oldu? Bu səfər keçən il mən heç bir şey əkə bilmədim. Biberlər əkmişdim. Çox gözəl böyümüşdü biberlərim. Nə oldu? Biberlərimi toyuqlar yedi maalesef. Tavuklar. Biri eləmirdim. Bax, şeylə qəşəng idi. Gözlüyüm bir dənə. Əslində bundan yox. Onsuz mən buraları qazmışdım. Mənim çubuğum var idi. Bax, ondan eləyəcəm. Çəkil görüm. Peyin gətirdim dostlar. Gedəndə çəkmədim bu səfər, amma yenə gətirəcəm. Baxın, buralara gətirdim. Vidrə ilə tökdüm peyinlər. Baxın, buralara tökmüşəm. Buralara nə qədər peyin tökmüşəm vidrə ilə. O tərəfdə qonşu var orada, inək saxlayırlar. Onlardan gətirmişəm. Baxın, belə eləyəcəm. Xiyarları gətirim. Aferin kızım, gətir. Oy, əzmə xiyara qırırlar. Onları da gətir. İndi yenə gətirmək istəyirəm beyin. Çünki mən əvvəllə bura inanırsınız, bura daş qayaydı. Buralarda mən bir kamaz, qızım dayan. Bir kamaz mən, gözdə qızım, gətirmişəm. Nə oldu ayağına? Hanı ayaqqabın? Bir kamaz buradan mən daş çıxartmışam. Əzmə bunu, bu çaha toxumudur. İnanırsınız, bir kamaz daş çıxartmışam buradan mən. Nələr. Bura təzə köçəndən. Ay, bu xiyarları mən çıxardım. Baxın, xiyarları əkdim bura. 5 dənə xiyar idi. Belə, görürsünüz. Bura əkdim. Buradan setqadı bura sarmaşdıracam. İnşallah. Buradan dediyim kimi mən bir kamaz daş çıxartmışam. Buranı mən torpaq eləmək üçün nələr bura torpaq gətirib daşı tökmüşəm. İnanırsınız. Meşok peyinlər gətirmişəm. Torpaqlar gətirmişəm. Yəni, heç nə elə belə olmayıb burada. Burada nə gül var idi, mən bura köçəndə, nə ağac var idi. Heç nə. Bunları hamısını mən özüm əkmişəm. Ağacları da, gülləri də. İnanın, valla, meşok mən bura torpaqlar, peyinlər gətirmişəm. Bura əməlli eləyə bilmədim. Bura yaxşı getmədi. Nələr. Torpaqlar, peyinlər. Telefonu qoya bilmirəm ki, bax, belə qəşəng çəkim mən bunu. Peyinlər, torpaqlar. Maşın gətirmişəm, tökmüşəm. Hələ birinci daşları təmizləyib, sonra da nələr daşlar var idi. Hələ buranın altlarında, inanırsınız, buralarda yekə hələ şeylər var. Necədir, panel kimi daşlar var. Bütöv deyil də, ara-aradır.
Yəni bura bu gündə deyildi ki, mən buranı zülmlə adam eləmişəm, zülmlə. Zülm ha, zülm. Əvvəllər çox olurdu. Keçən il yox, o bir il qəşəng pomidorlarım, biberlərim var idi. Nələr, nələr yığmışdım, işlətmişdim. Düz payıza kimi hələ yığıb turşusunda düzəltmişdim. Hələ də mən o turşuları işlədirəm, inansə hələ qutarmayıb. Keçən heç nə eləmədim ki, o bir ildən qalan bütün turşularımı işlətdiyim acı biberəm hələ də durur. Çox gözəl düzəltmişdim. Bura yox, bura. Bileyim ki, birində o tərəfdə. Nə inədin? 20 qəpik yudun gəldin. Aferin quzuma. 20 qəpik yuyub gəlir mənim quzum. Buradan qəpik tapıb, amma xarici pul idi. Gürcü pulu idi, düşmüşdü bizim evdən. Gəlmişdi o da. Balam yuyub gəlib. Aferin quzuma, aferin quzuma. Bunlar acı biberdir. Hələ biber çox alacam. Hərəsindən 10-11 də alacam da. 10 dənə, 10 dənə. 10 dənə, 10 dənə alacam. Quzum dəymə pişiyi. Quzum helləmə pişiyi. 10 dənə, 10 dənə hərəsindən yenə alacam. Belə. Baxın. Xiyarları əkdim. 5'in ora. 5 dənə biber bura. Onları da əkeyim. Onları da əkəcəm quzum. Sonra buranın tövbəsini biber eləmək istəyirəm. Biber. Amma doşa baxıb peyinlərin içindən gəlib. Buradan əkəm. Bu qıraqdan o kahları. Qızım, get o kahları gətir mamaya. Stolun üstündəkiləri. Hə, get onları mamaya gətir. Kahları əkmək istəyirəm buraları. Çünki buralar bu hissə biraz şöncədə qalır kahlar. Gətir mamaya onları. Hə qızım, onları gətir. Buradan biberlər bu qədər yer bəsdir. Badımcanı o tərəfə aparacam. Reyhanı da o tərəfə. Biber hələ alacam yəni inşallah mavi. Quzum, həyatım. Aferin quzuma. Kahlarımı əkdim bura. Baxın, bu qırmızı kahıdır. Qırmızı. O da yaşıl və qırmızı. Mən kahını ən çox payızda əkməyi xoşlayıram. Çünki payızda əkilən kahı belə vaxtı top şəklində artıq çox gözəl olur. Düz maya kimi işlətmək olur. Amma indi çıxdı, aldım indi. Çünki kahım olmamışdı, toxumunu tapmamışdım. Bir dənə belə kahım var idi. Baxın, burada acı biber 5 dənə. Burada xiyar 5 dənə belə əkdim, görürsünüz. Buradan da badımcanları əkdim. 5 dənə belə badımcan şitili. Hələ buranı dolduracam badımcanla. Pomidor da əkəcəm. Buradan da yerim var. Buradan baxın, reyhanlarımı ora əkdim. Baxın. 5 dənə reyhanımı ora əkdim. Görünür, bilmirəm. Belə bir də yer var. Bir 5'ini də əkə bilərəm. 10 alacam yenə hamısından. 10 dənə biber, 10 dənə badımcan, 10 dənə xiyar, 10 dənə pomidor, 10 dənə reyhan. 10 alacam. Buranın bütöv biber eləyəcəm. Hələ nə qədər yerim var burada. Çoxdur, belə balaca göründüyünə baxmayın. Hardasa bir 5'in belə 5. Bir 5'in də belə yenə əkəcəm. Hardasa 5 dənə də şirin biber alsam. 5. Var da harada baba 5'in belə 5. 10. 15, 20 dənə biber ala bilərəm. Çünki balaca yerdə həqiqətən aralarda yaxşıdır. Qəşəngdə bitəcək. Çox da balaca deyil. Belə videoda balaca görünür. O qıraqdan hələ baxın, kahlarımı əkdim. 5 dənə acı yenə alacam. 10 dənə acı bəsdir. 5-5'də 15 dənə də şirin alaram. Yumrudan, dolmalıqdan və yaxud da adi yumru şirinlərdən tapsam nəsə alacam. Biber çünki çox işlədirəm mən həqiqətən. 1, 5, 10, 15, 20 dənə biber alaram. 20 dənə.
10 dənə reyhan. 5, 10, 11, 2, açdım, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Haradasa, hə, 10 alacağım. 20 dənə biber, qalanların, yerdə qalan hamısı 10 alacağım. Bəsimdir tay. 10 dənə. Əkdiklərimi indi suluyum. Bura əkdiyim, baxın, cəfəri də əkmişəm bura. İspanaqda çıxırlar. Bu göylərim heyfim gəlir. Ayın axırına kimi bəlkə də işlədib qutararam bu göyləri mən. Ayın axırı çünki alacağım iştillərimi. Havalar biraz daha da isinsin. Belə alacağım. İnşallah yaxşı olar. Toyuqlar zatlar da yoxdur. Day qəşəng inkişaf edəcəklər. Bir də baxın belə qablar almışam. Görün nə gözəldir. Baxın 1 manat almışam bu qabı. Görün nə gözəl. 1 manata belə qabım var. Görün nə gözəl. Bunun içinə bu gülləri əkəcəm. Əvvəl məndə öz-özünə bitmişdi gülün dibindən. Sonra çıxartdım ki, əkim qaba. Həyətdə o qədər işim vardı. Qarışdı zibillərini atdım getdi. İndi bunu təzədən aldım. Düz əvvəl heç xoşuma gəlmirdi. Sonra bir başqasında gördüm. Elə gözəl idi. Baxın, bunun içinə əkəcəm. Birin buna, birin də ki, əslində hərəsi bunu da 1 manat almışam dostlar. Baxın, bu gül də 1 manat almışam. Baxın belə. Qəşəng olar, hə? Bunu mu əksəm bunun içinə bilmirəm, yoxsa bunun alma. Baxın, bu var, bunu. Bunun birini bunun içinə əksəm. Birində ona əksəm. Necə olar? Quşun səsini qulaq asın. Əvvəllər burada quş yox idi, heç oxumur da. İndi orada o tərəfdə bir ağac var, lap evlərin arxasında. O küçədə. İndi ora quş dadanıb. Hər gün oxuyur, səhər axşam nəzət edir adama. Əvvəllər həsrət qalardım quş səsinə. Çox sağ olsun o quşçu gəlib burada oxuyur. Bülbül alım deyirdi, bülbül alım, həyətdə qoyun, bülbül oxusun. Bilmirəm necə eləyəm. Baxın, bu gül də var. Bu gülü bəlkə bunun içinə əkim. Daha gözəl olar, hə? Bu qabın içində. Hansını əkim bilmirəm bu qabın içində. Baxın, bu da var. Bunu da əkə bilərəm, bu balacanı bunun içinə. Bunun içində daha gözəl böyüyər. Bunu da bunun içinə əkərəm. Bu çox balacadır amma. Bu enlidir. Bir də bunu əkim bəlkə bunun içinə. Onu bunun içinə əkim. Bilmirəm ki. Necə eləsəm daha gözəl olar. Qərar araşdıracağım.